Ağdağ Natural Gips Suvağının baş sponsorluğu ilə Məryəm serialı başladı. Ay faxa, faxa. Neynirsən elə? Tez elə boğ, öldür. Hər uzanan saniyə sənin gələcək müşküllərin sayını artırır. Bir dəqiqə. Onlar kesim oturum. Otur da. Mən söz vermişdim ki, sənin ölümünü popcorn yiyə istəyəcəm. Xəstə. Başla. Yesen. İki! Ne diyorsun sen? Çekil daha. Başınız harap olur musun? Zavr eləmə. Neyin yaşıyorsunuz? Eləmə, o adam ölməlidir. Əl çıç ondan. Ben de onu öldürmeyi istemişim. Ama ben imkan vermem ki siz bu ağılsızlık eləyəsiniz. Baştan harap sizsiniz. Sənin xilas elədiyin adam məni boğur deyə bizi məhv eləyirdi. Sen katmısan bunu. Sen onun beynini doldurmuşsan ha? Zavr, o adam bizim atamızı, səni mənim atam öldürür. Ay sen özü değilsen elə. Git hayatı hupçuyla kardeşime el değme. Adam öldürürler. Eləməz o! Fəxrəddin məni ilə gedirildi. Fəxrəddin məni ilə gedir. Fəxrəddin, buradan heç yerə getməyəcək.
Hə, Kəmal. Salam Məryəm. Qulaq as, deyəsən yenə nəsə olub. Nə atama, nə də can güdənlərinə zəng çatmır. Bu Zaurun da qardaşı yoxa çıxıb. Bəlkə sən nəsə bilirsən? Yox, mənim xəbərim yoxdur. Sən niyə narahatsan? Bəlkə indi telefondur da söndürüb. Yox da Məryəm, yox. Mən bilirəm ki, nəsə olub. Yaxşı Kəmal, gözlə, gəlirəm mən indi. Məryəm, hər şey yaxşıdır? Bu İlkinlə Fəxrəddin yoxdur ortalıqda. Yenə başlandı da. Hikmət, mən gedim Kəmalın yanına, amma validə Nuray ələxüsusda Azər içini bilməsin, yaxşı? Bəlkə sən qarışmayasan. Özləri bilərlər. Mən İlkini çox yaxşı tanıyıram. O, Fəxrəddinin elədiyinə görə indi çox hisslidir. Özü də aləmi qatıb bir-birinə. Yox, Hikmət, mən indi qarışmaya bilmərəm. Allah bilir, orada Zaur da axtarır İlkini, aləm dəyib bir-birinə. Mən səninlə gedərdim, amma Nurayı tək qoya bilmirəm. Yox, Hikmət, əslində sən üzürlü sayı, mən qala bilmirəm. Yox. Nəsə bir şey olsa mənə mütləq xəbər elə, yaxşı? Yaxşı, yaxşı, xəbər edəcəm. Mən qaçım. Yaxşı. Tural, mən indi Fəxrəddinlə gedirəm və sən heç nə eləyə bilməyəcəksən. Başa düşdün, burada olanları da hamı ziyaddan çıxartırsın. Zaur! Sən də. Hə? Sən hara istəyirsən get. Amma o adam buradan çıxmayacaq. Tura, düz deyin də. Buraxarsan nə olacaq axırımız? Gəlib hamımızı öldürəcək. Lazımdır sənə bu. Tural, sənin atın səni görsəydi sevinərdi, elə bilirsən, hə? Bu günümü görsəydi sevinərdi. Biz bu adama görə atasız qalmışıq. Başa düşürsən bunu? Tural, burada olanlar dedim yaddan çıxacaq. Fəxrəddin mənimlə gedir. Ağlınızı yığın başınıza. Sonra mənə çox sağ ol deyəcəksiniz. Yaxın gəlmə. Yaxın gəlmə ki. Bu söhbət burada bağlandı. Zaur, Başa düşdünüz? sən onu aparmaqla hamımızın başına oynatacaqsan. Görəcəksən. Mən sənə bunu deyirəm. Eləməz ha. Sakitləş. Sakitləş. Getdik. Biz de gedək də yavaş yavaş. Daha ne oturmuşuq? Məsbə xan, sizin üçün də çay süzüm? Yox, lazım deyil. Sonra çayıma bir şey qatarsın. Ay arvad, indi sən hər dəfə Nurayı belə iynələyəcəksən. Bəs onda niyə razılaşırdın? Sözün yaxşı bilirsən ki, mən razı deyirdim buna. Onu gördü gözləmə ki, mən də onu öpüb gözümün üstünə qoyacağam. Bacardığım budur. Xahiş edirəm, mənim əsəblərimdən oynama. Axırda elə eləyəcəksən ki. Nə? Gedib ayrı yaşayacaqsınız? Onsuz da Nuray xanım əvvəl-axır səni didərgin salacaq evimizdən. Mən bunu əvvəldən bilirdim. Görərsən. Dayı sən özü belə aparandan sonra didərgin düşərəm də evdən. Sən sakit olsan mən niyə evdən gedirəm ki? Nuray icazə verməz. Qoy gəlsin. 5 gündən sonra deyəcək ki, onunla yola getmirəm. Gəl gedək ayrı yaşayaq. Sən də arvad ağız əfər qulaq asacaqsan onun sözünə. Oy Allah, mənə səbir ver. Yenə qayıtdı da köhnə günlər. Düz deyirsən, qayıtdı. Yadındadır, necə məni döyüb xəstəxanalıq eləmişdi? Mən yazığın elə qara günləri qabaqdadır.
Kamal. Nə oldu, bir xəbər var? Yox, heç bir xəbər yoxdur. Can güdənlər də cavab vermirlər. Bax Məryəm, əgər ilkin mənim atıma nəsə eləsə... Kamal, sakitləş. İlkin heç kimə heç nə eləməyib, eləməz də. O elə adam deyil. Başa düşmədim. Yəni mənim atam elə adamdır, amma ilkin elə adam deyil, ha? Kamal, biz indi niyə bu söhbət açırıq? Narahat olmağımız üçün o boyda səbəb var. Mən bir dənə Zaura zəng eləyim, bəlkə bir şey bilir. İstəmirəm ona zəng eləyəsən. Kamal, vəziyyəti düzəltməyə çalışıram. Nə olub sənə? Nə oldu ya Zaur? Götür də. Götürmür telefonu. Götürmür? Yox. Mən deyirəm də. Nəsə baş verib. Deməli Zaurun da əli var da bu işdə. Kamal, əgər Zaur bu məsələyə qarışıbsa, deməli kömək eləmək istəyir. Biraz gözləməliyik, yaxşı? Məryəm, biz nəyi gözləyək, kimi gözləyək? Bilmirəm. Nə bilim? Get maraqlan sən də, mən də. Bəlkə bir xəbər bilə bildik. Kimdən maraqlanım, kim var ki? Mən İlkinin nişanlısına zəng eləyəcəm. Sən də get Atovun iş yerinə. Yaxşı. Zaur hardan tapdı bura? Bilmirəm, yəqin mən ondan görüşəndən sonra dalınca düşüb. Sən niyə onunla görüşürdün axı? Qoyardın işimizi qutarardı, sonra görüşərdin də, nə olmuşdu? Nə bilim mən. Nə bilim nədir? Deyim sən nə bilimni. Yaxşı olmayacaq axırımız. Nə bilim. Sən nə mənim üstümə qışqırsan, he? Sən qardaşın da? Sən gətirmisən də. Ay kişi. Sağ deyə çıxdı getdi əlimizə. Təhlükədəyik biz. Bəlkə Zaur düz deyir, hər şeylə burada bitəcək, hə? Sən gitsən. Fəxrəddin düz deyirmiş, doğrudan gitsən sən deyəsən. Beynini evdə qoyub gəlmisən bura. Hara bitir ha? Ya biz onu ya da o bizi məhv eləyəcək. Hara bitir? Mən ömrümün axırına kimi onunla mübarizəyə hazıram. Sən Allah qutar Sən Allah danışma. Hazıram. Nəyə hazırsan ha? Getdi Bir dəfə əlimizə şans düşmüşdü, o da çıxdı getdi əlimizdə. Qutardı. Necəsən Nuray? Sağ ol, çay içirsən? Yox. Nuray. Belə olmayacaq. Doğrudan olmayacaq. Hikmət düz deyir. Biz ömrü boyu dava qırğın içində yaşamamalıyıq. Azər yaşayacağam. Nə lazımdırsa eləyəcəm. Mən geri çəkilən deyiləm. Səninlə bütün çətinliklərə dözməyə razıyam. Niyə? Nə məcburluq? Nə məcburdur? Çünki mən səni sevirəm. Mən də səni sevirəm Nuray. Elə ona görə də narahat oluram. Narahat olma Azər. Nəsbə xalaya da heç nə demə. Qoy necə istəyir, necə fikirləşir elə də olsun. Yaxşı, bəs nə vaxta kimi? Hı? Elə ömrümüzün axırınacan belə gərginlikdə yaşayaq. Azər, bilirsən necədir? Bir insan nə dərəcədə sənə nifrət eləyirsə eləsin. Sən ona bütün səmimiyyətinlə eləyəcəyin yaxşılıqla ürəyindəki buzları əridə bilərsən. Biz əslində heç birimiz pis deyilik. Müəyyən səbəblər olur ki, həyat bizi pis eləyir. Amma dəyişmək olar. Hər şey yenidən başlamaq olar. Sən doğrudan buna inanırsan? İnanırsan ki, mənim anam sənə olan münasibətini dəyişəcək? İnanıram.
İnanıram ki bir gün Nəsibə xala məni doğrudan da çox istəyəcək. Bax, mən buna inanıram. Sən dəlisən. Fəxrəddin, indi mənə deyinəm, mən düz elədim ki, sən Allahın əlindən xilas elədim. Hə? Sən məndən nə eşitmək istəyirsən? Eşitmək istəyirəm ki, nə Turala, nə mənim qardaşıma bundan sonra əl dəyməyəcəksən. Onlardan əvəz çıxmaq istəməyəcəksən. Desəm ki, heç nə eləməyəcəm, inanacaqsan mənə, sağ ol. Yox, ona görə də peşmanam. Peşmanam ki, Allahın əlindən səni xilas elədim. Çünki mən indi səni Allahın əlinə qaytara da bilərəm. Mənim qardaşımın canı mənə hamısından əzizdir. Mən çox dəfələrlə ölmüşəm. Məni dəfələrlə öldürüblər, axırıncı dəfə indi oldu. Boğdular məni. Başa düş, Saur. Hər dəfə məni belə situasiyadan kimsə xilas eləyəndə, məni xilas eləyənə, nə bilim, vəziyyətə çalışıram minnətdar olum. Amma heç nə dəyişməyəcək axı. Heç nə dəyişməyəcək. Mən sənə demişdim axı. Heyf ki, sən mənim yanımda deyilsən, qarşımdasan. Amma əgər nə vaxtsa sizə zərbə vurmaq istəsəm, indi elədiyinə görə mən bu addımı atmayacağam. Bunu söz verirəm. Buna çatır gücüm. Sən necə adamsan, mən səni başa düşə bilmirəm. İllərdir bizi ilə mübarizə aparsan, nəyə görə, kimin üçün? Senin də artıq yoxdur həyatda, nə istəyirsən sən? Yayından çıxıb geri qaytarmaq mümkün deyil. Çıxsa da nə dəyişəcək ki? Düzdür, heç nə dəyişməyəcək. Heç nə dəyişməyəcək. Deyirsən tövbə eləyim. Gelirsən? Hə, sən elə buradasan? Yox, elə mən də gedirəm. Yaxşı. Sən bugün mənim sualıma cavab vermədin ha. Amma mən sənə düzünü dedim. Yəni bu 2 dəqiqənin söhbəti deyil də. Bir gün işdə boş vaxt taparıq, mən sənə hər şeyi danışaram. Ya da naharda danışaram. Yox. Sən bugün bunları mən deməsən, bir də heç vaxt deməyəcəksən. Söhbət mənim bacımdan gedir və mən bunu bilməliyəm. Nəyi bilmək istəyirsən? Yaxşı, burada üzbəyüzdə bir restoran var. Gedib orada həm çay içə bilərik, həm də söhbət eləyə bilərik. Nə deyirsən? Bax, görsən mən sənə bütün imkanları yaratdım. Amma sən istəmirsən. Yaxşı, mən getdim. Yaxşı. Gedək.
İndi nədir məndən danışmayacaqsan? Nuray sənə belə tapşırır? Danışacağam, gedək evdə danışalım. Nə oldu? Ay Zərmar, çiçəkli paltarlar tökülüb qalıb, mənim də yorucu tozum qutarıb. Azər, nə olar, ana qurban, düş aşağı marketdən al gətir də. Aryon olsun ha. Yaxşı. Çox sağ ol, sözümü yerə salmadım. Bir dənə bir şeyə baxım qaydaqda olar. Hə, Sağ olasın. danış. Elə burada? Elə burdan. Yaxşı. Bəlkə başqa söhbət eləyək. Evet. Yaxşı, yaxşı. Deməli vəziyyət belədir. Sənin bacın Aysel Zauru sevir, Zaur onu sevmir. O Məryəmi sevir. Məryəm kimdir? Məryəm Zaurun həmişə sevəcəyi bir adam. Mən də Ayselə bunu demək istəyirəm ki, sən bir ömür boyu belə yaşaya bilməyəcəksən. Aysel Zauru sevir. Görürəm bunu. Elə evdə də hər söhbəti Zauru gəlib çıxardır. Aysel, bax ona görə də mən istəmirəm ki, sənin bacın əzab çəksin. Deyirsən heç cəhd eləməsən? Özün demişdin axı. Cəhd eləməsən yaşamaq mümkün deyil. Yox, başqa. Nə fərqi var ki? Fərq ondadır ki, sən bir insanı sevirsən, amma o səni sevmir. Amma yenə də sən bilirsən ki, o sağdır, sən onu görürsən, uğurlarına sevinirsən. İçində bir rahatlıq olur. Mənim sevdiyimsə Bağışla. Bilmirdim. eybi yoxdur. Hə, yaxşı, mən sənə bir şeylər danışdım. İndi sıra səndədir. Burada? Yox, niyə burada ki? Gedək kafedə danışarsan. Bəs heç nə almırsan? Yox, heç sonra gəlib baxaram. Gedək. Gedək. Hə, Məryəm, salam zəng eləmişdim. Sağ ol, sən necəsən? Şükür də şükür. Əgər bugün də belə qutardısa şükür. İnan sən heç özüm də bilmirəm hardayam. Yaxşı, gəlirəm. Gəlirim, gəlirim.
Bundan verdin? Hə, çox sağ ol. Qoyuram. Ana. Mən istəyirəm toyu tezləşdirim. Nuray ilə danışdıq. Deyir 2 həftəyə eləyək toy. Siz deməkləndi bəyəm? Evdə böyüklər var. Biz nə vaxt məsləhət görərik, onda da evlənərsiniz. Onlarda hamı razıdır. Bir tək sən qalmısan. Yox, mən tələsmək istəmirəm. Düzdür, mən o qıza görə elə bir dəbdəbə, təmtərah eləmək fikrində deyiləm. Amma cəmaatın da yanında biabır olmaq istəmirəm. Mən bugün getdik qapılarına. İndi bundan sonra bir 4-5 ay gəzib fırlanarsınız. Bəlkə heç sonra evlənmək istəmədiniz. Adama neçə dəfə deyərlər. Mənim fikrim qətidir. Dəyişməyəcək. Başa düşdün? 2 həftəyə də evlənirəm. Və salam. Yaxşıdır. Evlən bala, evlən. Görüm xeyir tapacaqsan ya yox. Mən bugün bütün günü səni axtarmışam. Hardaydın? Nə əcəb? Nə əcəb məni axtarmısan? Sən get Məryəmin problemləri ilə maraqlan. Sənin axı təzə ailən odur. Bu sənin can güdənlərin mənim telefonumu götürmür. Hardaydınız belə siz? Sənə nə? Sənə nə? Sən yaxşı oğul olsaydın, bu həddə gəlib çıxmazdı. Biz indi bütün bunları yaşamazdıq. Bizim yaşadıklarımızın çoxusu sənin elədiklərinə görə olub. Sən deyəsən, nəsə eləmək üçün yenə səbəb axtarırsan ha? Məni bugün öldürmək istəyirdilər. Necə səbəbdir? Necə öldürmək istəyirdilər? Özə bilirsən ki, Tural hər şey yerində idi, hər şey yaxşı idi, hər şey sakit idi. Sən istədiyin kimi gedirdi. Sən başa düşmürsən ki, mən sakit oturanda bunlar mənim əleyhimə işləməyə başlayırlar. Sən bunu görmürsən. Niyə hər şeyin səbəbini məndə görürsən? Nə istəyirsən sən Kamal? Nə istəyirsən sən? Sən mənim qəbrimin üstündə dayanmasan, ağlın başıma gəlməyəcək. Gərək elə mən ölüm ki, sən başa düşəsən ki, bunlara etibar eləmək olmaz. Sənin sevgilin dediyin adam
səni məhv eləmək istəyir. Ancaq onda başa düşəcəksən, ancaq onda anlayacaqsan. Alo, Məryəm. Salam. Nə xəbər var? Hə, nə yaxşı. Yaxşı ki, heç nə baş verməyib. Hə. Yaxşı, onda sən Zaurla görüş, sonra danışarıq. Hə, yaxşı, sağ ol. Məryəmlə danışırdın? Nə olub, niyə belə birdən-birə qaçıb getdi? Ayıb deyil? Fəxrəddinlə İlkin bugün yoxa çıxıblar. Hamı onları axtarırdı. Əşi belə cəhənnəm olmasınlar, görə olmasınlar. İndi hər dəfə bunlardan biri yox olacaq. Biz də onların dərdini çəkəcəyik. Öz problemlərimiz özümüzə bəsdir. Validə, o da bizim problemdir də. Xeyr, bizim problemimiz deyil. Məryəmə də deyən lazımdır. Otur da yerində. Bu söhbətdə kimsə qabağa düşüb bu məsələni həll eləməlidir. Yoxsa vəziyyət biraz da pis olacaq. Hikmət, sən indi qızını düşünməlisən. Fəxrəddini yox. Görəydin, Nəsibə bugün onu necə incidirdi. Yaxşı ki, mən mətbəxə keçdim. Yazıq qızın gözləri dolmuşdu. Ağlayırdı. Mən o qıza 1000 dəfə demişdim ki, sən səhv hərəkət eləyirsən. Mən həmişə onun tərəfini tuturdum. Amma bu bir gündə Nəsibən yenə mənə keçmişi xatırlatdı. Məryəmi də hamının yanında beləcə incidirdi. Bu dəfə belə olmayacaq. Mən inanıram ki, Azər buna imkan verməyəcək. Qoruyacaq onu. İnşallah. Çay iç. Nə olmuşdu ki Zaur? İlkinin başı batsın. Turanla qoşalaşıblar, Fəxrəddinə tələ qurublar. Getdim gördüm ki, kişini boğururlar. Nə danışırsan Fəxrəddini? Hə, gec gəlsəydim öldürəcəkdilər onu. Hardadır indi o? Bıraxdım getdi evinə. Zaur, sən bilirsən də bu adam bunu belə qoymayacaq. Mənə söz verdi ki, nə Turalın, nə İlkinin başından bir tük əski olmayacaq. İnanırsan ona? Nə eləməliydim Məryəm? Ya imkan verməliydim ki, onu öldürsünlər, ya da özüm öldürməliydim. Deyirsən, səhv elədim? Yox, heç səhv eləmədin. Qardaşımın həyatını xilas elədin sadəcə. Amma düz deyirsən, Fəxrəddindir də onun hansı sözlə inanmaq olar ki? İlkin hardadır indi? Evdə. Zaur, mən səni qorxutmaq istəmirəm, amma Fəxrəddindən hər nə desən çıxar. Ona görə sən yaxşısı budur, get İlkini tap. Bir də Turalı. Onlara dinən ki, ortalıqda görünməsinlər. Mən də gedib Kəmalla danışaram, görüm bu Fəxrəddin nə fikirləşir. Düz deyirsən, İlkindən gələk ciddi danışım. Hardadır indi İlkin? Evdə. Zaur, belə eləyək də, vaxt itirməyək. Sən ged evə, danış İlkindən. Mən də gedim Turalı tapım. Siz oturun, mən açarım. İlkin, şükür Allah. Hardasan sən bayaqdan? İlkin bala. Hardasan? Bütün gün özüme yer tapa bilmirəm. Hardaydın? Deyiyorum, hara getmiştin? Əsəbləşməyin Vidadi müəllim. İlkin, amma bizi çox qorxutdun sən. Deyiyorum, ne olub sana? Belə bir tər görünürsən gözümə. Neynəmsən? Fəxrəddinlə işim var idi. Fəxrəddinlə. İlkin, seninle danışmışdıq. Sen o Fəxrəddinlə daha yaxınlaşmayacaqsın, görüşməyəcəksən, danışmayacaqsan. Sana demiştim axı. Ne işin vardı onunla? Öldürmək istəyirdim onu. Öldürəcəkdim də. Amma Superman qardaşım olmasaydı. Gəldi əlimdən aldı.
Ne oldun sen? Səhərdən sana bir iş tapşırmışam, bir də həll eləyə bilmirsən onu. Yəni bir adamın ünvanı tapmaq belə çətindir sənin üçün. Ha? Bunu de bayaqdan. İlkin, sen ne danışırsan? Ben... Gəlin hamımız sakitləşək. Vidadi mənim, oturun, xahiş edirəm. Məsəl, sen karışma. İlkin, demek bu vakte kadar burada elədiklərin hamısı oyunu da, ha? Benimle oyun oynuyordun da, güya sakitleşmişsən, ha? Neynəməliydim mən? Bilirsən, mən gecələr ağrıdan yata bilmirəm, Sən bilirsən ki, orada asılmaq nə demək idi? Bilmirsən. Bu demek değil ki, sen gidip bakmalık eləməlisən. Gəl. Gəl məsumların, zəiflərin qoruyucu mələyi. Nə oldu? Nə dedin Fəxrəddin, hə? Nə qədər pul verdin sussun? Kes sesini İlkin, sen özün başa düşdün ne oyun çıkarttın orada? İmkan verdin ki oyun çıxardım mən orada. Kişinin oğlu Fəxrəddinə tələ qurub. Mən əlindən qap basıb gətirməsəydim Allah bilir nə olacaqdı. Yaxşı eləmişsən. Nə yaxşı eləyib, Yaxşı eləyib. Nə siz fikirləşin. Nə ürəyiniz nə istəyir fikirləşin, görərsiniz. Amma bu burada qalmayacaq. Görün Fəxrəddin bizə bu yaxşılıq eləyəcək ya yox. Qardaşım, bax, bir gün görəcəksən. Bax, bu elədiyin yaxşılığa görə, o adamı elədiyin yaxşılığa görə, onu mənim əlimdən aldığına görə peşman olacaqsan. Mən sənə deyirəm bunu. Deməli sən mənim atamı öldürmək istəyirsən, ha? Atamı öldürmək istəyirsən sən! Ağdağ Natural Gips Suvağının baş sponsorluğu ilə Məryəm serialı bitdi.